Salam, bugün relyefin təsviri, mütləq və nisbi hündürlük, horizontallar mövzusunu qısa və adi şəkildə öyrənirik. Coğrafi obyektlərin hündürlükləri fərqlidir. Obyektlərin hündürlüyü mütləq və nisbi hündürlük ola bilər. Mütləq hündürlük nədir? Mütləq hündürlük hər hansı bir ərazinin okean və ya dəniz səviyyəsindən hesablanan hündürlüyüdür. Məsələn, bu dağın hündürlüyü dəniz səviyyəsində, yəni 0 metrdən 600 metr hündürlükdə olduğu üçün 600 metr bu dağın mütləq hündürlüyüdür. Mütləq hündürlük barometr cihazı ilə ölçülür. Azərbaycan ərazisində mütləq hündürlüyü Baltik dənizindən hesablayılır. Nisbi hündürlük nədir? Nisbi hündürlük bir ərazinin digər əraziyə görə olan hündürlük fərqidir. Yəni burada dağın hündürlüyü 600 metr, bu dağın hündürlüyü 400 metrdir. İkisi arasındakı fərq 200 metr, bu dağın nisbi hündürlüyüdür. Nisbi hündürlük nivelir vasitəsilə ölçülür. Nisbi nivelir 2 sının hərfi ilə başladığı üçün belə rahat yadımızda saxlaya bilərik. Horizontallar digər adı ilə izohipslər. Horizontal nədir? Horizontal eyni mütləq hündürlüyə malik olan əraziləri birləşdirən qapalı əyri xətlərdir. Yəni bu horizontalların keçdiyi hər bir yerdə mütləq hündürlük eynidir. İki qonşu horizontallar arasındakı məsafəyə kəsmə yüksəklik deyilir. Səth sularının axın istiqamətini göstərən bu balaca xətlər isə belki adlanır. Belki bu şəkildə çəkildikdə bu horizontal təpəyə, dağa aid olur, içəri çəkildikdə isə çökəkliyə aid olur. Həm də belki səthin hamar və ya dik olduğunu göstərir. Əgər horizontallar belə arasındakı məsafə çoxdursa, bu deməkdir ki, meyilli, hamar səthdir. Əgər belə sıx olarsa, bu da o deməkdir ki, burada yamaç